bitirdi, köçürdü, uçurdu sözleri iki zamanda düşünülebilen sözlerdir. Yani hem indiki zamanda hem de geçmiş, şuydu geçmiş zamanda hem köçürdü sözü hem yine indiki zamanda hem de şuydu geçmiş zaman şəkilsi kimi düşünülebilen sözdür. Müəllim, bəs bunu necə seçəcəyik? Necə seçə bilərik ki, buradaki ir leksik şəkilçidir, yoxsa indiki zaman şəkilçisidir? Necə seçə bilərik ki, necə müəyyən edə bilərik ki, bu söz indiki zamandadırmı, yoxsa keçmiş zamandadırmı? Deməli, nə deyirik? Bu sözlərin idarə etdiyi sözlər adlı halda olarsa, bu şəkilçi nə sayılır? İndiki zaman şəkilçisi sayılır. Qrammatik şəkilçi sayılır. İdarə etdiyi söz ismin təsirlik halındadırsa, təsirlik halda olan söz tələb edirsə, o zaman bu nə olacaqdır? Leksik şəkilçi olacaqdır. Bu isə nə olacaq? Keçmiş zaman şəkilçisi olacaq. Nümunə. Məsəl üçün deyirəm ki, quş uçurdu. İdarə etdiyi söz ismin hansı halıdır? Adlı halıdır. Uçmaq sözün köküdür. Onda ur nədir? Burada aşağılar indiki zaman şəkilçisidir. Zaman şəkilçisidirsə biz də deyirik ki, feillər eyni vaxtda iki zaman şəkilçisini qəbul edə bilmir. Bəli, bu avtomatik nə sayılacaq? İdi hissəciyi sayılacaqdır. Çünki ur burada nədir? İndiki zamandır. İndiki zaman şəkilçisi sayılır. Bir də baxaq, Ziyad çərpələng uçurdu. Burada işi icra eləyən Ziyaddısa, Ziyad nəyin üzərində işi icra edir aşağıda? Çərpələngi. Bu qeyri-müəyyən təsirlik halda olan sözdür. İndi gəlin görək, çərpələngin üzərində iş görülürsə, buradakı ur nə olacaq? Uçmaq, uçurmaq, du isə nədir? Bəli, zaman şəkilçisidir. Hansı zaman şuhudi? Bəli, keçmiş zaman şəkilçisi olacaqdır. Aydındır uşaqlar. Su bitirdi. Su bitirdi. Yani qabdakı su bitirdi. Hal-hazırda indiki zamandadırsa, bu nə sayılır uşaqlar? Qrammatik. Dinədir buradakı idi hissəciyidir. Bir də var deyirəm ki, uşaq suyu içib bitirdi. Uşaq suyu bitirdi. Suyu bitirdi. Bəli, nəyin üzərində iş gördü? Obyekt olarak burada nəyin üzərində iş gördü? O, obyekt ismin hansı halıdır? Təsirlik halıdır. Bu təsirlik halıdırsa, buradaki ir nədir? Leksikdir. Di nədir? Şuuri geçmiş zaman şəkilçisidir. Baxdıq uşaqlar, eyni feildir. Ancaq həm indiki, hem de hansı zamanda oldu? Şuhudi geçmiş zamanda oldu. Biz bunu neyle müəyyənləşdirdik? Biz bunu idarə etdiyi sözlərlə, söz ismin adlı halındadırsa ne sayılacaqdır bu ir şəkilçisi? İndiki zaman və yaxud da qrammatik şəkilçi deyəcəyik. Bu söz indiki zamanda sayılacaq. Söz idarə etdiyi söz ismin təsirlik halındadırsa, bu feil hansı zamanda sayılacaqdır? Keçmiş, şuhudi, keçmiş zamanda sayılacaqdır. Bildiniz mi? Necə biz bu cür feilləri seçə bilərik? Və yaxud da nəyə görə bu feillərə deyirik ki, feilin iki zamanında nə edə bilir? İştirak edə bilir.